Salam hörmətli izləyicilərimiz, xoş gördük sizləri. Masazır qəsəbəsindən gözəl bir şəxsi tikili 3 mərtəbə evimizdən sizin təqdimatınızda qarşınızdayıq. Evimiz Masazır qəsəbəsi əsas prospekt yola yaxın, demək olar belə deyək ki, məşhur adlanan kompleksin stadionun yaxınlığında yerləşir. 4 sot torpaq sahəsindədir. Həm evin, həm torpağın çıxarışı kupçası var. Və 3 mərtəbə 11 otaq evimiz 225 min manatdan satışa çıxıb. Həyət, maşın darvazası ayrı 3 maşın yerləşir. Əl darvazası ayrı. Əsas odur üstünlük. Həyətin bağlı bağatı olması üçün üstünlük verilib ki, əkin biçin yaşıllıq olsun. Bu gözəl evimiz həm çıxarışlı kupçalı, həm qaz, su, işıq, internet, telefon xətləri var və sayğacları mövcuddur. Bax burada ev sahibi qəşəng gülzad əkib burada, bağ-bağat, evə lazım olan gündəlik tərəvəz məhsullarını bax bu torpaqdan, bu sahədən, bu əkindən əldə edir. Burada da əlavə bağımız var, üzüm talvarı, üzüm navesi var. Qəşəng altıda bağ-bağat. Deməli evimiz 3 mərtəbədir. 2 ailə, 3 ailə rahatlıqla yaşaya bilər. Bir ailə buradan giriş-çıxış eləyə bilər. 4 otaqlı evdir. Hörmətli izləyicilərimiz. Aşağıda deməli 11 otaq evdir. Birinci, ikinci mərtəbələr 4 otaqlar var. Üçüncü mərtəbədə də 3 otaq var. Çox möhtəşəm bir şey. Ailə əlavə kirada vermək olar. Əlavə ata, bala, gəlin, qız, qaynana, qaynata ayrı qala bilər. Burada da sanitar qovşağımız və texniki otağımız var. Kombilər, evin istiri sistemi buradan həyata keçir. Əsas odur çıxarışı kupçası var. İpoteka şərtlərinə, bank şərtlərinə uyğundur və qiymət isə çox ucuz. Aşağı qiymət 225 min manatdan satışa çıxıb. Real müştərilərə əlbəttə ki, indirim olunacaq. İndi isə evimizə daxil olaq. Çox gözəl bir yerdə yerləşir. Əla bir tanınmış kompleksin ərazisində yerləşir. Yaxınlığında görürsünüz məşhur belə desək, Sabah klubunun stadionu mövcuddur. Evin içine daxil olaq. Evimizə daxil oldu. Hörmətli izləyicilərimiz. Birinci mərtəbədə böyük salon, mətbəx, yataq otağı, sanitar qovşaqlar ayrı olmaqla 11 otaq yerləşir. Salona daxil oluruq. 45 kvadratlıq bir salon hissəmiz. Super vəziyyətdə. Gözəl təmir aid iş görməyəcəksiniz. Burada sanitar qovşaqlara ayrı-ayrıda giriş var. Bu evin sanitar qovşağının çamaşırxanası, bu hamam otağı, gözəl zövqlü divar kafelərlərindən istifadə olunub. Şəxsi yaşam üçün tikilib və şəxsi ailə yaşayır. Burada hal-hazırda yaşayışlı bir evdir. Sanitar qovşaq hissəmiz. Çox gözəl təmirli. Kim alsa təmirə ehtiyac olmadan, iş görmədən burada yaşayacaq. Birinci mərtəbədə olan 18 kvadratlıq yaşlılar üçün nəzərdə tutulmuş yataq otağımız 3 mərtəbədir. Düşün birinci mərtəbəyə, hörmətli izləyicilərimiz. Birinci mərtəbədə ayrı girişi var. 4 otaq yerləşir. Deməli burada 4 yataq otağı, sanitar qovşaq ayrı. Bu 18 kvadratlıq bir yataq otağımız. Qəşəng təmirli, istiri sistemimiz kombi. Bu 16 kvadratlıq digər bir yataq otağımız. Qəşəng təmirli. Super, qiyməti də super. Bu isə 18 kvadratlıq digər bir yataq otağımız. Burada otaqlarımız akşifka ilə örtülüb. Normal 3 metr 10 santim olan normal mərtəbə. 50 kvadratlıq salon hissəmiz. Qəşəng, təmirli. Öz qapısı, girişi, çıxışı ayrıdır. Gözəl salon hissəmiz. Çox gözəl, həddindən artıq gözəl tikiliyə malik. İndi isə qalxırıq 3-cü mərtəbəyə. 3-cü mərtəbəni də göstərim sizlərə. Sonda isə sizə mətbəxdə təqdim edəcəm. Mətbəxtimiz 20 kvadrat. Evimizdə 8-9 yataq otağı var. Bir əlavə köməkçi otaq, bir salon, 4 sanitar qovşaq, həyətlə bir yerdə bir ümumi mətbəx. 3-cü mərtəbəyə qalxdıq, qəşəng. Burada sanitar qovşaq və hamam otağı ayrı-ayrılıqdadır.
Burada da 4 böyük yataq otağı var. Hol da geniş. Balkonumuz da var burada. Bu otaq çox təəssüf şəxsi əşyalar olduğu üçün təqdim edə bilmirəm. 20 kvadratlıq bir yataq otağımız. Təmiri super. Gözəl təmir. Qiymət yenə xatırladım 225 min manat. 18 kvadratlıq yenə bir yataq otağımız. Əla təmirli. Bu isə evin 8-ci yataq otağı. 18 kvadratda buranın yataq otağının sahəsi var. Əşyalı, əşyasız da satıla bilər. Danışıqdan asılıdır. Sanitar qoşaqları göstərim. Bu sanitar qoşaq hissəmiz 3 kvadrat. Bu isə hamam otağımız 4 kvadrat. Döşəmələr yerdən hiss etməli öz yerində. İndi isə sizlərə sonda mətbəxi təqdim edim. Bu ev isə evimizin 20 kvadratlıq mətbəx sahəmiz. Gözəl təmirli formada membran mətbəx möbeli. Tavan isə asma tavan. 20 kvadrat mətbəxin sahəsi var. Kim istəsə əlavə bura mətbəx möbeli əlavə eləyə bilər. Başqa şeylər də əlavə eləyə bilər. Hal-hazır evimizin faktiki mövcud mətbəxi bu cür bu kontekstdə. Döşəmə sistemi təbii ki kombi ilə həyata keçirilir. İnternetə suyu, qazı, işığı daim və intensiv olaraq verilir. Evin qiyməti yenə xatırladım 225 min manatdan satışa çıxıb. 4 sotda 11 otaq 3 mərtəbə ev. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.